Smartfon günorta olmamış öz şarjını bitirir. Smartfonun şarjı heç gözləmədiyin anda bitir və həyəcan stresi düşürsən. Bu batareyadan, smartfon özündən asılı olmaya bilər. Bəlkə də problem smartfonu istifadə etməyinizdədir. Gəlin bugün bundan sizə danışım. Bunun yenə də sizə məsləhəti var. Xüsusilə bu məsələ Xiaomi smartfonlarına aiddirsə, o zaman bugün bura buradadır məhz bunun üçün ki, sizə Xiaomi smartfonlarında bir şarjla daha uzun müddətli smartfon işlətmək üçün nə etmək olar? Hansı üsullardan istifadə etmək olar? Gəlin bunu müzakirə edək. Başlayaq. Birinci, fonda işləyən tətbiqlər. Bəli, bir çoxlarımız buna fikir verməmişik, əhəmiyyət verməmişik, amma o var. Məhz fon fəaliyyəti izləməklə siz bir çox bilmədiyiniz məsələləri aşkar edə bilərsiniz. Məsələn, hansı bir proqram daim fonda işləyirmiş. Halbuki o sizə lazım deyil. Onu siz söndürə bilərsiniz və fonda işləməyinə də qadağa qoya bilərsiniz. Mütləq fonda işləyən tətbiqlərin siyahısına nəzər salın. Orada bəzilərini söndürməklə batareyanızın da lazımsız şarj istifadəsinin qarşısını ala bilərsiniz. Düşünürsünüz ki, batareyanız lazım olmayan vaxtlarda boş-boşuna enerji nəyəsə sərf edirsə, sizə bir şey deyir. Bəzən də belə olur ki, olduğumuz yerdə şəbəkə zəifdir və şəbəkə ümumiyyətlə tutulmur və biz bilirik ki, müəyyən bir müddət ərzində bizim telefonumuzun şəbəkəsi olmayacaq. Amma orada bizim smartfonumuz daim şəbəkə axtarışındadır. Belə yerlərdə uzun müddətli olursunuzsa, siz avio rejimə, yəni o təyyarə işarəsi var ha, uçuş rejiminə smartfonunuzu qoymaqla şarjınızı daha çox saxlaya bilərsiniz. Üçüncü üsul yenə də ayrı tətbiqlərlə bağlıdır. İş ondadır ki, MIUI və HyperOS sistemində belə bir ayar var. Hər hansı bir tətbiqin enerji sərfiyyatını da nəzarətdə saxlamaq olar. Onun enerji sərfiyyatını, yəni enerji istifadə ayarını seçirsiniz. Orada siz onun enerji istifadəsini, yəni fonda işləməyini məhdudiyyət qoya bilirsinizsə, bunu edin. Dördüncü üsul, bu sinxronlaşdırma. Bəli, hər bir smartfonda bu məsələ var. Bu xüsusilə Google servislərində, Google Drive, Gmail, Google Photos və digər servislərdə də gedən bir proses ola bilər. Bilin ki, onlar fonda geçsələr də batareyanın ömründən gelir. Ona görə də lazım olmayan bir vaxtda onları da söndürməklə biraz da enerjiyə qənaət edə bilərsiniz. Və nəhayət yeni Xiaomi'lərdən istifadə edirsinizsə və orada OLED ekran istifadə olunursa, o zaman bilin ki, OLED ekranının da enerji sərfiyyatını azaltmaq olar. Sadəcə onu gecə və ya qaranlıq rejimə keçirməklə. Ümid edirəm ki, Texnobronun bugün sizə Xiaomi smartfonunda batareyaya qənaət etməyin 5 üsulunu siz istifadə edəcəksiniz. Bu üsullardan yararlanacaqsınız. Ola bilər ki, hansısa biri sizə uyğun gəlmir və ya siz başqa hansı üsulu bilirsiniz və batareyanıza qənaət etmək üçün hansı başqa bir üsuldan istifadə edirsinizsə, bizimlə paylaşın, biz də bilək, biz də yararlanaq və videonu bəyənib şərh yazmağı da unutmayın. Növbəti videolarda görüşərik. Hələlik.